iştirakçıları üçün mən öz qrupum adından sizə təşəkkür edirəm. Bildirməzdən ki, Şuşa Qarabağ komandası 2009-cu ildən fəaliyyət göstərir. Məhdud maliyyə dəstəyinə baxmayaraq, Azərbaycan çempionatının birinci divizyonunda öz mövqeyini qoruyub saxlaya bilmişdir. İndiyə qədər 70-ə yaxın peşəkar futbolcu yetişdirilmiş, Azərbaycanda idmanın inkişafına, futbolumuzun tərəqisinə böyük töhfəsi olmuşdur. Hörmətli Prezidentimiz Cənab İlham Əliyevin əmək sahəsində bugün Azərbaycan dünyada idman ölkəsi kimi bir iz qazanmışdır. Lakin belə bir məqamda həmçinin Ermənistanın Kiz-Şuşi, Krasnodar vilayətində erməni diasporasının maliyyələşdirdiyi və dəstəklədiyi Şuşa komandaları fəaliyyət göstərir. Belə bir ərəfədə Azərbaycanda Şuşa Qarabağ futbol komandasının maliyyə problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması çox Azərbaycan imzinə zərərdir və ümumiyyətlə siyasi maraqlarımıza tilsiddir. Biz qərara gəldik ki, iş adamları olaraq bu komandaya dəstək verək və Şuşa Qarabağ adı nəinki Azərbaycan, hətta beynəlxalq arenalara səslənsin. Mən inanıram ki, yaxın zamanlarda ölkə başına apardığı siyasi dəstək nəticəsi olaraq Şuşa futbol komandası Azərbaycan digər komandalarını Şuşada qəbul edəcək və öz yarışlarımızı doğma Şuşamızda keçirəcək. Rəhbərlik etdiyim futbol klubunun adı Azərbaycan vətəndaşı üçün nələr kəsb etdiyini, nə qədər dəyərli olduğunu izah etməyə ehtiyac yoxdur. Doğma Qarabağımızın çox çətin bir dövr yaşadığı zamanda Şuşa Qarabağ adının yaşadılması bizim üçün başlıca amillərdən biridir. Şuşanın Qarabağ ən qısa zamanda qayıdacağına bariz nümunə Azərbaycanda Şuşa Qarabağ futbol komandasının yenidən bərpa olunmasıdır. Diqqətinizə görə çox sağ olun.